Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Novxanı kənd 28 saylı Körpələr Evi Uşaq Bağçası Novruz bayramına möhtəşəm bir tədbir hazırlamışdı. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Daha sonra şəhidlərimizin əbədi xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə şəhid anası, bağça rəhbərliyi, tərbiyəçilər və azyaşlılar iştirak edirdilər. Bir-birindən maraqlı səhnəciklər, şeirlər, musiqilər, rəqslər, hər biri çox ürək açan idi. Bayram tədbirində iştirak edən uşaqların üzündə bir sevinc vardı ki, o sevinci göstərməməklə izah edə bilməzdik. Bahar qızı, keçər, kosa bayram şənliyini daha da əlvan etmişdi. Xonçalar bəzədilib, səmənilər cücəldilmişdi. Novruzun naz nemətləri hazırlanmışdı. Qalib xalqın şirin övladları bugün çox xoşbəxt görünürdülər. Hələ dilləri düz əməlli söz tutmayan azyaşlılar şeirləri elə gözəl mənimsəmişdilər ki, bilinirdi ki, bunlar gələcəyin layiqli vətəndaşı olacaqlar. Hər bir körpənin savadlı, intellektual olması savadlı müəllimlərimizin və tərbiyəçilərimizin əməyidir və bu əməyi unutmamaq isə yalnız və yalnız biz valideynlərin və az yaşlıların üzərinə düşür. Bu tədbirdə fəal iştirak edən bağça heyəti bugün də sübut etdi ki, biz həmişə birincilər sırasındayıq. Bilirik ki, bizim torpaqlarımızın azadlığında bizim yetişdirdiyimiz övladların zəhməti ən yüksəkdədir, əvəzsizdir və elə bu sözümün bir yerində də şəhidlərimizin ruhunu hörmətlə anıram. Onların ruhuna həmişə qarşısında baş əymişik, yenə həmişə də əyəcəyik və qazilərimizi, şəhid ailələrini də ürəkdən təbrik edirəm. Arzu edirəm ki, bəlkə də bir balaca bizim balalarımızın xoş üzü, sevinci onların da üzünü güldürür və bu bizim üçün elə bilirik ki, o zəhmətin əvəzini bəlkə bir zərrəsini qaytarmış oluruq. Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Məmmədli kənd 10 saylı Körpələr Evi Uşaq Bağçası çox maraqlı bayram şənliyi düzənləmişdilər. Öz rəqsləri, şeirləri və səhnəcikləri ilə bizi heyran qoyan azyaşlılar çox xoşbəxt görünürdülər. Bu bağçanın kollektivi bayrama hazırlaşmaq üçün ən kiçik nüanslara belə incəliyi ilə diqqət yetirmişdilər. Körpələr səməni rəqsini məharətlə oynayır, tonqal ətrafında böyük bir sevinç hissi ilə dayanmışdılar. İstər bağça rəhbərliyi, istər müəllimlər, istərsə valideynlər hər biri tədbirə böyük əmək sərf etmişdi. Milli geyimləri əyinlərində məharətlə daşıyan bu azyaşlılar milli rəqslərimizi də çox gözəl nümayiş etdirdilər. Biz çəkib onları göstərdiyimiz kimi onlar da bizim əməyimizi yerdə qoymadılar. Novruz bayramı bizim milli ənənəvi dəyərlərimizi yaşadan, insanları birliyə, mehribançılığa çağıran ən gözəl bayramlarımızdan biridir. Bu bayram uşaqların sosial bacarıqlarını, yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməklə yanaşı, onlarda vətənə, ənənələrimizə sevgi hissi aşılayır. Ümid edirik ki, bu gözəl bayram hər kəsin evinə bolluq, bərəkət və sevinç gətirəcək. Bayramımız mübarək olsun. Cəmilə Nəsir qızı, Kamil Quliyev, Dünya TV. Uşaqlar papağa